Dünənə qədər Azərbaycanda bəzi dairələr istehza ilə deyirdilər ki, güya İran avtofa və içi qırmızı qaloşdan başqa heç nə istehsal edə bilmir. Onlar İranın texnologiyasını, sənayesini və hərbi imkanlarını məsxərəyə qoyur, xüsusilə də İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarını lağa qoyaraq onların heç bir əhəmiyyət daşımadığını iddia edirdilər. O günlərdə çoxları düşünürdü ki, bu sözlər həqiqətdir. Televiziya ekranlarında, sosial şəbəkələrdə və bəzi analitiklərin çıxışlarında İranın dronları köhnə, zəif və təsirsiz texnika kimi təqdim edilirdi. Hətta bəziləri onları oyuncaq adlandırırdı. Lakin tarix hər zaman sözlə deyil, meydanın tozu, barıtın qoxusu və səmanın alovu ilə yazılır. Müharibə başlayanda isə çox şey dəyişdi. İndi həmin məsxərəyə qoyulan texnologiya döyüş meydanında öz sözünü deyir. İranın ən sadə və ən zəif kamikadze dronlarından hesab edilən Şahid dronu bu gün bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəfə alır. Bu dronların hücumundan sonra bəzi bazalarda qalın qara tüstü səmaya qalxır. Partlayışların izləri və dağıntılar hələ də görünür. Radar sistemləri, müdafiə raket qurğuları, ABŞ hərbçilərinin gizləndiyi binalar və müxtəlif hərbi texnikalar sıradan çıxarılıb. Bəs dünənə qədər istehza edilən o dronlar hardadır? Onlar indi səmanın səssiz kölgəsi kimi uçur. Gecənin qaranlığında görünmədən yaxınlaşır və hədəflərinə dəqiq zərbə endirirlər. Bir vaxtlar yararsız deyilən bu aparatların adı artıq döyüş meydanlarında real təhlükə kimi çəkilir. Hücumlar nəticəsində ABŞ ordusunun yüzlərlə hərbçisi ölüb və yaralanıb. Bir sıra hərbi obyektlər ciddi zərər görüb, hərbi texnikalar məhv edilib. Müdafiə sistemləri isə bir çox hallarda bu hücumların qarşısını almaqda çətinlik çəkib. Tarix boyu belə olub. Bir zamanlar kiçik və zəif hesab edilən güclər bəzən döyüş meydanında böyük qüvvələrə meydan oxuyan gücə çevrilir. Bu hadisələr də bir daha göstərir ki, istehza ilə qiymətləndirilən texnologiya bəzən ən gözlənilməz anda öz təsirini ortaya qoyur. Sanki tarix yenidən xatırladır. Bəzən səssiz uçan bir kölgə səsküylü ordulardan daha böyük iz buraxa bilir.